Salam, hər vaxtın xeyri olsun. Biz qazanxanamızın borularının hamısını çəkdik, hazırladıq. İndi isə buranın torpağı qalıqdı, verildi. Onu da gəlib düzəldəcəklər, trambovka edəcəklər. Burada bizim 3 dənə kombi olacaqdır. Bir dənə boiler olacaq. O günkü yağışlarda çox bərk yağdı yağış. Oralar göllənmişdi. Torpaq ona görə boruların üstünə zada bir təri verdik ki, oralar çox su göllənməsin. İndi isə əziz izləyicilər, bu qarmoşqalı qara borumuzu çəkirik. Jolofların görürsünüz, bax oradan gəlməyə görə, yağış suları getməyə görə. Bu evin arxa tərəfidir. Orada da bizim sanuzel və sanitar qovşaq olacaqdır. Burada paltar yağının yeridir. İndi isə qarmoşqalı borunu çəkib axıra qədər bitiririk. Maşın açarı oradadır, stolun üstündədir. Budur əziz izləyicilər, qarmoşqalı borunu çəkirik. Birisi xəttimiz hazırdır, klonu verilibdir. Görürsünüz, bax budur. Borularımız da budur. Çəkilişimiz hamısı hazırdır. Bu divarda sıvanacaqdır. Sıvanandan sonra hamısı orada yığılacaq. Hovuzumuzun kombisi ayrı olacaqdır. Evimizin stipolların kombisi ayrı olacaq. Bollerimizin də kombisi ayrı olacaq. Tam ayrı-ayrı olacaqdır. Gördüğünüz kimi, əziz izləyicilər, bunu qarmoşqalı borudur. Həyətə bu yaxşıdır. Həyəti çəkməyə görürsünüz, bax bunun 145 dərəcəsi də var, bax görürsünüz. Budur. Buradan saxlamışıq, buradan belə çəkiliş edib. Gəlib, bax buradan da 145 dərəcə ilə çıxardacaq, bax belə çəpinə. Çıxacaqdır, bunu da o günləri çəkdim, hazırladım borunu. Burada da sanitar qovşaq olacaqdır. Budur əziz izləyicilər, inşallah çəkiliş edədikcə paylaşacağım. Sizlər də abunə olmağı unutmayın. Sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir. Etap-etap çəkiliş edirəm ki, əziz izləyicilər tam açıq aydın görə biləsiniz. Şimdi burada nə iş gedir, nə inir. Hələlik bu qədər. İnşallah növbəti videoların çəkilişində də çəkiliş edib paylaşacağım. Sağ olun.